Efir mədəniyyəti başqadır. Bizdə bu yoxdur. Necə olacaq bilmirəm. Deyirlər ara oxuyan. O vaxtlar da olub. O vaxtın xanəndələri, estrada ifaçıları öz fəaliyyətdən gəlib. İndi də olub. İndi amma səsi olan, olmayan klip çəkdirir. Onun hesabında çıxır ortaya. Bəstəkara deyir, yaxşı pul müqabilində tutan mahnı yaz. Bundan konfet düzəldib efirə verirlər. Bu da düşür dəbə. Publikas xəbər verir ki, bu sözləri xalq artisti Eldar Mansurov rejissor Nail Naiboğlunun YouTube layihəsində deyib. Bəstəkar efirdə yayımlayan bayağı adlandırılan mahnılardan danışıb. Eldar Mansurov son günlər mahnı yazmamasının səbəbini açıqlayıb. Deyirlər, niyə mahnı yazmırsan? Mənim ifaçılarım yoxdur, qalmayıb. Bəziləri dünyasını dəyişib, bəziləri yaşa dolub. Amma başqa mahnı oxuyur. 80 yaşında adam 18 yaşında olanın dingildəyən mahnısını oxuyur. Bəstəkar bir çox bayağı mahnı ifaçılarının efirdən uzaqlaşdırılmasının əleyhinə olduğunu deyib. Mən onlara mahnı verərəm. Həmin müğənnilərin efirdən yığışdırılmasının əleyhinəyəm. Yaxşı ifaçıdırlar, repertuarını dəyişin. Götürün bunlara Eldar Mansurov demirəm. Cavanşir Quliyev, Faiq Sücəddinov, Vaqif Gərayzadənin bəstəsini verin oxusun. Xarab etməmək şərti ilə. Televizorlardan onların ayağını kəsmək olmaz. Onlar gələcəyin ifaçılarıdır. Dünən bayağı dedikləriniz, bu gün xalq artistidir.